Herkese salam dostlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Yeni gələnlər üçün məsələlər, ailəm, bu gün çox möhtəşəm bir video ilə qarşınızdayım. Bu günlərim mən Wattpad kitabı alacağım. Həqiqətən çox həyəcanlıyam, çünki həyatımda ilk Wattpad deneyimim olacaq və hansı kitabı seçim bilmirəm. Əslində daha saat 20-ə yaxın gedəcəyik. Sadəcə daha İşimiz də bura düşdüyünə görə, işimiz də həmin yerin yaxınlığına düşdüyünə görə biz artıq dedik ki, bugün niyə almayaq və indi birazdan gedəcəyik ora. Çox həyəcanlıyam həqiqətən. Deməli dostlar, mən evə gəldim və bu ilk kitabı sizə təqdim etmək istəyirəm. Deməli, ötən il okula aldım, amma 1 və 4-ünü aldım, çünki 2 və 3 yox idi, təəssüf ki. Ona görə mən bunu oxuyub bitirəndən sonra 2 və 3 alacağım, daha sonra bu 4-cüsünü oxuyacağım. Demək ki, bu ikisini də, yəni ikisini birdən 13 manat 50 qəpiyə aldım və aldığım yerin Instagram hesabını bura bir yerə qoyaram. Həqiqətən çox münasib idi və normalda bağlayırdılar. Amma son dəqiqədə atam sağ olsun, çox təşəkkür edirəm atama. Zəng elədi, danışdı və sonra da onsuz bağlamaya yaxın idi, elə bağlamadılar, bizi göstərdilər. Çox təşəkkür edirik onlara buradan. Həqiqətən çox qəşəng, çox sevindim. İlk Wattpad kitabım və ilk Wattpad kitabım Maral Atmacanın olmasına çox sevindim, həqiqətən. İndi mən bunu oxuyaram. Həqiqətən kitablarım bitmişdi və digər kitablarda artıq maraqsız gəlirdi, yəni artıq klasik fantastik bezmişdim. Bu arada bu kitabların ucuz olmasının səbəbi məncə bunlar ikinci əldir. Çünki bəzi hissələrin məsələn belə şeylər var, amma heç problem deyil. Çünki yəni mən 19 manat 70 qəpiyə videonun başına deyəsən demişdim. Kitablar görmüşəm, yəni yenə də çox münasib qiymətədir. Həqiqətən çox sevindim. Normalda ad günü alacaqdı. İşimiz onsuz düşmüşdü, yəni həmin tərəflərdə, ona görə də biz oraya getmişdik. Bu arada məncə 2 filialı var. Biri Maşdağada, biri də səhv etmirəmsə Ağşəhərdə. Yəni çox təşəkkür edirəm yenə buradan onlara. Çox sevərək mən çox oxuyacağam. Sağ olun, sizi çox sevirəm. Hələlik digər videolarda görüşənə.